Salam əziz tələbələr, mən Xəzər müəllim. Bu videoda sizlərə 18 yanvar 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin elektron şəkildə keçirdiyi sınaq imtahanının məntiq suallarının ardının izahını verəcəm. Yəni birinci hissədə 46-dan 70-ə qədər olan suallara baxdıq. İndi isə 70-dən 95-ə qədər olan növbəti 25 sualın izahına baxacaq. Əgər həmin videoya baxmamısınızsa, bu videodan bir öncəki videoya daxil olub ilk 25 sualın izahına baxa bilərsiniz. 71-ci sualdan başlayaq. Başlamamışdan öncə sizdən kanala abunə olmağı, videonu bəyənməyi və rəyləri çoxaltmağı xahiş edəcəm ki, video daha çox tələbənin qarşısına çıxa bilsin. 71-ci sual anaqramlar mövzusuna aid olan bir sual nümunəsidir və sualın şərtində belə deyilir. Hərf sırası pozulmuş 5 sözdən 4-ü müəyyən əlamətə görə oxşardır. Hərflərin sırasını düzəldərək fərqli sözü tapın. Gəlin baxaq A variantına. A variantında yazılan söz pomidordur. Pomidor. B variantda yazılan söz badımcandır. Badımcan. Deməli A variantı oldu pomidor. B variantı oldu badımcan. C variantı çuğundur. Y variantı sarımsaq. Bunlar tərəvəzlərdir. Lakin D variantında olan söz isə traktor. Doğru cavab da olacaqdır. Traktor. Çünki digərləri tərəvəzdir. Traktor isə nəqliyyat vasitəsidir. 72 nömrəli sual. Düstura görə A dəyişəni yalnız B və C dəyişənlərindən asılıdır. Yəni B ilə düz, C ilə tərs mütənasibdir. Yadda saxlayın ki, 3 əmsalı eyni anda tənasüb şəklinə gətirib həll etmək mümkündür. Məsələn, biz normalda 2 dənə yazdıqda necə yazırıqsa, burada da həmin şəkildə. A-nı mərkəzə, B-ni və C-ni isə onun sağına yazırıq. Çünki biz A-nın B və C ilə mütənasibliyini bilirik. B və C-nin öz aralarında necə mütənasib olduğunu bilmirik. Verilən şərtləri qeyd edək. Deyir, əgər A 700, C 10 olduqda, B 350 olursa, A 500, C 20 olduqda, gəlin B-ni tapın. Bu tipli sualları həll etmək üçün həm A ilə B-nin arasında, ardınca isə A ilə C-nin arasında olan mütənasibliyə baxmaq lazımdır. A, B ilə düz mütənasib olduğu üçün bilirik ki, düz mütənasib cəmiyyətlər çarpaz vurulmalıdır. A, C ilə tərs mütənasib olduğu üçün bilirik ki, tərs mütənasib cəmiyyətlər isə üz-üzə vurulmalıdır. Bəs o zaman X-i buradan 700-ə, sonra isə ona vuracaq. Niyə? Çünki ox istiqamətində hərəkət etmək lazımdır. Birinci, ikinci ilə düz mütənasib olduğu üçün çarpaz və ardınca ikinci ilə isə qarşı-qarşıya vurulur. Sonra isə bərabər edirik. Digər 350-dən başlayırıq. 350 vurulsun 500, vurulsun 20. Buradan ixtisarlarımızı aparaq. 700-ü 10-a vurduqda 7000, 350-ni 20-yə vurduqda 7000. 7000 ilə 7000 ixtisara gedir. X bərabər olur 500-ə. Doğru cavab olacaq 500, yəni D variantı. Sual nömrə 73. Qatlanmış rəngli kağızda kəsiklər edilir. Fikrən kağızı açın və uyğun olan cavab variantını seçin. Bu sual birəbir imtahan sualı deyil, amma sual da buna bənzər bir sual idi. Sadəcə olaraq şəklin ən sonda olan hissəsində bir balaca dəyişiklik var idi. Bu sual isə keçən il Dövlət İmtahan Mərkəzinin sınağına düşmüş sualdır. Biz onun bir qədər dəyişilmiş formasını sınaqda gördüyümüz üçün, tam olaraq şəkli çəkə bilmədiyimiz üçün bu formada bir nümunə ilə əvəzləmişik. Şəklin qatlanmalarına əvvəlcə fikir vermək lazımdır. Deməli, ilk öncə şəkil tam diaqonal istiqamətindən qatlanıb. Bu 1. Daha sonra isə ikinci şəklin həm yuxarı hissəsindən aşağıya doğru bir qatlanma var, həm də sağ hissəsindən yenə sola doğru bir qatlanma var. Deməli, bu şəkli ilk öncə geri açanda həm sağa açmaq lazımdır, həm də yuxarı açmaq lazımdır. Ümumiyyətlə, kəsiklər bölməsində çalışıb şəkilləri çox da çəkərək deyil də, variantlardan istifadə edərək tapmaq daha yaxşı olur. İlk öncə biz bilirik ki, şəkil həm yuxarı açılacaq, həm də sağ tərəf açılacaq. Və bəndlər içərisində fərqli məqamlara baxıb həmin variantlardan bəzilərini silə bilərik. Məsələn, biz bunu yuxarı açanda şəklin bu hissəsi, baxın qırmızı ilə işarələdiyim hissə, yuxarı hissəyə bura açılacaq və sonra o şəkil ikinci dəfə bərpa olunanda isə gördüyünüz o yumru hissə bir dənə də yumrulanıb
və qarşısındakı yarımçevrə ilə bir yerdə bir yumru əmələ gətirəcək. Və bu hissə Y variantında və A variantında yanlış qeyd olunub. Daha sonra B, C və D variantlarının indi fərqlənən bir hissəsinə baxsaq, baxın, ümumi güzgü açılışı ən sonda verildikdə, həmçinin biz bunu indi sağa açdıqda, məsələn, aşağı hissədən, burada gördüyünüz ulduzun bir ikinci kopyası əmələ gəlməlidir. Lakin C variantda bu ulduzun yalnız bir kopyasını görürük. Bu da səhvdir. Sonra sağa açdıqda 2 dənə də sağda görünəcək. Plus biz bunu sağa açdıqda fikir verin bir variantlara. 2 variant var və D variantında üfüqi yerləşən ulduzlar nəticədə güzgü effektində şaquli, amma B variantında elə yenə də üfüqi və üfüqi olaraq qalıb. Axı biz də bilirik ki, üfüqi şəkillər çarpaz güzgü effektində şaquli fiqurlar isə güzgü effektində üfüqi olmalıdır. Ona görə də doğru cavabımız elə B variantı yox, üzr istəyirəm, D variantı olmuş olacaqdır. B və D variantlarının arasında başqa bir ciddi fərqlilik varmı? Var. B variantında məsələn yuxarıda olan həmin bu dalğalı fiqurun özünün də yuxarıda güzgüsü səhvdir. Yəni də bunlar da üfüqi olduğu üçün nəticədə şaquli şəkildə çəkilməlidir. Doğru cavab D variantı. Növbəti 74 nömrəli suala baxırıq. 74 nömrəli sual verilən sözlər cütü arasında məntiqə əlaqəyə analoji olan variantı seçin. Sözlərin ardıcıllığı nəzərə alınmalıdır. Deməli, nə qeyd olunub? Səhifə, kitab və kağız. Bu üç sözün arasındakı məntiqə əlaqə belə ola bilər ki, kitabın səhifələri kağızlardan düzəlib. Belə bir əlaqə qursaq, kitabın səhifələri kağızlardan düzəlib. Deməli, o zaman belə yanaşa bilərik. Məsələn, cümlənin hərfləri sözlərdən düzəlib. Əslində, cümlənin sözləri hərflərdən düzəlsəydi, bunu doğru götürmək olardı. Lakin söz sıra dəyişikliyi var. Portağal, qabıq, şirə. Portağalın qabığı şirədən hazırlanıb. Qapının metalı kiliddən. Qapının kilidi metaldan hazırlansaydı doğru ola bilərdi. Yəni, kilid və metal yerləri dəyişik olmalıydı. Lakin döşəmənin parketi ağaclardan təşkil olunub cümləsi artıq doğru sayılmış olacaq. Döşəmənin parketi ağaclardan təşkil olunub, doğru cavab A variantı. Növbəti sualımız 75 nömrəli sualdır. Baxırıq 75 nömrəli suala. Bu sual hissələrin birləşdirilməsi sual bir qədər böyükdür. Hissələrin birləşdirilməsi mövzusuna aiddir və bu tipli suallar bir qədər qəliz suallar sayılır. Və gəlin baxaq sualımıza. İlk öncə gəlin detalları nömrələyək. Səsləndirmə zamanı daha asan olsun. Və variantlar da bir-birinə bənzəyir, amma variantlarda sadəcə olaraq bəzi kiçik hissəciklər çatışır. Məsələn, mən elə adi A variantının üzərindən məsələn başlasam, burada gördüyünüz belə bir element birinci parçadır. Əgər bu birinci parçadırsa, onun yan tərəflərindən fikir verirsəz, ikinci və üçüncü parçaları da oraya yerləşdirmək olar. Baxın, bura və bu hissə biri ikinci, biri isə üçüncü parça olmuş ola bilər. Bundan sonra digər aşağı hissələr qaldı. Məsələn, biz nə edə bilərik? Deməli, 5-ci elementi, 5-ci detalı buradan sağ hissədən bura yerləşdirmək olar. Və onun yan hissəsinə də 2 və ya 3-lərdən birini qoymaq olar. 2 və 4 və 6-lardan birini qoymaq olar. Eyni qaydada sol tərəfin, baxın, bu yuxarı hissəsinə də yenə 4 və 6-lar kimi bir fiqur qoymaq olar. Və bir kvadrat qalıb, onu da atırıq orta hissəyə. Amma bu ortada qalan kvadrata fikir verirsə, ona artıq fiqurumuz çatmadı. Və o fiqurun çatışmayan forması da yenə də görürsünüz variantdadır. B variantında qeyd olunub. Yəni, B variantı necə olacaq? Baxın, eyni həmin şəkildir, amma bir dənə ortasında kvadrat yoxdur. Bu olsun bizim ən böyük şəklimiz 1. Sonra bunun sol və sağ tərəfləri. Biri 2 nömrəli, biri də 3 nömrəli fiqurlar. Sonra bunun
Baxın, 5-ci şəklə fikir versəz, 5-ci şəkli belə bir yerdən yerləşdirmək olar. Əgər 5-ci şəkil buradan yerləşsə, 1, 2, 3, 5. 1, 2, 3, 5. Bunun yan hissəsindən 4 və ya 6-lardan birini qoya bilərik. Eyni qaydada sol hissəsindən isə fırlatma şəklində 4 və 6-lardan birini yerləşdirmək olar. Yerdə qalır bir dənə kvadrat, 7-ci detal. Onu da yazırıq B variantı olan hissəyə. Doğru cavabımız oldu B variantı. Baxırıq növbəti suala. Sual nömrə 76. Qanuna uyğunluğu müəyyən edin və sual əvəzinə uyğun olan variantı seçin. Çox asan bir sual nümunəsidir. Deməli, nə ediblər? 24 böl 8 eləyib 3. Sonra 3 vurulsun 4 eləyib 12. 12 bölünsün 3 eləyib 4. Bir dəfə bölmə, bir dəfə isə vurma əməliyyatı gedir. Daha sonra 4 vurulsun 4 16. Yəni burada yazılıb. İndi bir dəfə bölmə, bir dəfə vurma. Bir dəfə bölmə, bir dəfə vurma. İndi isə növbə nə indi? Bölmənin. 16-nı suala böləndə 8 eləməlidir. Burada yazırıq cavab olaraq 2. 16-nı 2-yə böləndə eləyir 8. 76-cı sualda doğru cavab B variantı. 77 nömrəli sual. Verilən sözlər cütü arasında məntiqi əlaqəyə analoji olan variantı seçin. Bildiyimiz normal analogiyadır. Pəncərə, ev. Evin pəncərəsi olur. Evdən dayanıb kənara baxmaq üçün. Baxırıq, burada da buna uyğun gələn, bəzi tələbələr imtahanda qapı, həyət yazmışdır. Lakin həyət qapının baxmaq üçün olan hissəsi deyil. Ümumi yanaşsaq, bəli, qapının həyəti olur, evin pəncərəsi. Lakin daha dərinlə getdikdə, gəmi illüminator sualı variantı daha doğrudur. Çünki illüminatorda gəmi və təyyarələrdə kənarda yerləşdirilmiş kiçik pəncərələrdir. Ona görə doğru cavabımız Y variantı olmuş olacaq. 78 nömrəli sual yenidən analogiya sualıdır və buradakı sözlər isə daha rahat sözlərdir. Metal, qızıl. Qızıl bir metal növüdür. Qızıl bir metal növüdür. Balıq isə sualın bir növüdür. Daha doğrusu üzr istəyirəm, balığın bir növünü yazmalıyıq. Baxın, deyir, metalın bir növü qızıldır. Qızıl bir metal növüdür. Siyənək də bir balıq növüdür. Doğru cavab olur D variantı. Balina, delfin, bu kimi heyvanlar isə məməlilər sinifinə aiddir. Onlar balıq hesab olunmur. Növbəti sualımız 79 nömrəli sual. Verilmiş cədvəlin xanalarına 1, 2, 3, 4, 5 və 6 rəqəmləri ilə yazılmalıdır ki, hər bir sətir və sütunda, həmçinin tünd xətlərlə hüdudlanmış 6 xanalı hər blokda bu rəqəmlərin hamısı olsun. Sudoku mövzulu suallarda əsas şərtlər bu oxuduqlarımızdır. Sətirlərdə, sütunlarda və bloklarda təkrarçılığa icazə verilmir. Hər bir sətirdə, hər bir simvoldan bir ədəd olmalıdır. Həmçinin hər bir sütunda. Sonra nəyə diqqət edirik? Deməli, burada fikir versəniz, birinci sətirdə məsələn, sual və sualın sol tərəfində 5 yazılır. Və bir məsələni də yada salım. Sudokuda belə bir qaydamız var. Burada gördüyünüz 3 dənə simvol qarşı blokda, üzbəüz blokda çarpaz istiqamətdə yerləşdirilir. Gəlin baxaq. Əgər biz burada 4-ü görürüksə, deməli burada da 4 olmalıdır. Təbii ki, yerini dəyişib. Və yaxud biz burada 5-i görürüksə, deməli burada da 5-i görmək lazımdır. Onun da yeri dəyişib. Məsələn, bu iki damanın birinə mən 5 yazmalıyamsa, 5-i ortaya yaza bilmərəm. Çünki aşağıda 5 var. 5-i yazırıq sol tərəfə. Baxın, bura 5 olmaz. Bura 5 olmaz. Bura 5 olmaz. Çünki solda da 5 var. Aşağıda da 5 var. Əgər 6 damanın heç birinə 5 yazmaq olmursa, məcburi qaldığın hissəyə mütləq şəkildə yazmalısın. Ondan sonra əslində bu qədər dərinə getməyin heç mənası yox idi. Çünki bu sudoku daha rahat tapılan bir sudokuymuş. Mənim indi diqqətimi cəlb etdi. Gördüyünüz bu blokda
Əgər 4 rəqəmini axtarsaq, bu 2 dənə damaya 4 yaza bilməzsiniz. Çünki aşağıda 4 var. Eyni qaydada burada 4 yaza bilməzsiniz. Çünki sağ tərəfdə 4 var. Əgər bunlar heç birinə 4 yazmaq olmursa, o zaman 4-ün yeri bircə dənə D variantı. Yəni 4 sualın yeri bircə dənə 4 olaraq qalmış olur. Yəni 4-ü də təkcə bir dənə sualın yerinə yazmaq olur. İndi mənim etdiyim yanlışlığı etməmək üçün ilk öncə siz də sualın olduğu yerdə yazılacaq rəqəmi axtarmalısınız ki, ola bilər ki, həmin rəqəm daha rahat şəkildə bəlkə də göstərilmiş olsun. Sualın doğru cavabı D variantı. Baxırıq sual nömrə 80. 80-ci sual. Hər il demək olar ki, qəbul imtahanlarına düşən şəkil tamamlanması mövzusuna aid olan bir sualdır. Bu tipli suallar əslində çətin görünsə də variantlara diqqət edərək variantlar üzərindən cavabı seçmək olur. Və necə edə bilərik ki, daha rahat tapaq. Bunun üçün ümumiyyətlə sualın mahiyyəti ondan ibarətdir ki, ilk iki şəkil tamamlanır, birləşdirilir və onlara uyğun olaraq 3-cü və 4-cü şəkillərin də birləşməsi həmin o şəkilə bərabər alınır. Birinci ilə ikincinin cəmi üst-üstə çəkilməsi 3-cü və 4-cünün üst-üstə çəkilməsinə nədir? Bərabərdir. Birinci və ikinci şəkilləri üst-üstə çəkmədən də tapa bilərik. Dediyim kimi necə? Variantlara diqqətlə baxsınız. Variantlarda bəzi hissələr daha fərqli görünür. Məsələn, bu hissəyə baxın. Hər bir variantda müxtəlif formalardadır. Məsələn, A ilə C-ni bir formada çəkiblər. D-ni biraz fərqli, Y-ni lap fərqli, B-ni lap fərqli. İndi həmin hissəyə diqqət etsəniz, birinci hissədə o fiqur yoxdur. İkinci hissədə isə, baxın, onu bu formada çəkiblər. Təbii ki, o birində varsa, avtomatik olaraq ikisi birləşdikdə də elə bir parça görmüş olacaqsınız. Hər ikisi birləşdikdə də elə bir nümunəyə rast gələ biləcəksiniz. Və fikir versəniz indi, üçüncü şəkildə həmin nümunənin bir hissəsini özləri qeyd edib. O zaman yerdə qalan hissəsini də biz çəkməliyik. Baxın, bu hissəsini biz çəkməliyik. Bu da nə B variantında, nə D, nə də Y variantında elə deyil. Yerdə qalır A və C variantları. İndi isə A və C variantlarının bir-birindən fərqlənən hissəsinə baxaq. A variantında belə bir xətt var, lakin C variantında o xətt yoxdur. Ümumiyyətlə yoxdur. Gəlin o xəttə baxaq. O xətt, söhbət bu hissədən gedir. Birinci fiqurda var. Təbii ki, o hissəni, məsələn bu hissəni gətirib ikincinin üzərinə köçürəndə, ikinci şəklin üzərinə köçürəndə, orada həmin bu hissə buradan başlayaraq gəlib bu şəkildə təkrarlanıb gedəcək. Birləşəcək. Və üçüncü nümunədə o hissənin soldakı hissəyə bənzətmək üçün buradan bir xətt çəkmək lazımdır. Çünki axı o xətt 1 ilə 2-nin birləşməsində var. Söhbət bu hissədən gedir və bu xətt üçüncüdə yoxdur və çəkilməsi lazımdırsa, onda doğru cavabımız 80-ci sualda A variantı olmuş olacaqdır. 81 nömrəli suala baxırıq. 81 nömrəli sual xəyali kəsiklər bölməsinə aid olan bir sual nümunəsidir və yenə də qatlanmış kağızın üzərində mürəkkəblə naxışlar edilib yazılıb və mürəkkəb kağızın altda qalan hissələrinə keçərək naxışları təkrarlayıb. Asan bir sual nümunəsidir təbii ki. Birinci növbədə diqqət edək kağızın qatlanma istiqamətlərinə. İlk öncə kağız aşağıya doğru qatlanıb. Daha sonra yerdə qalan hissə, fikir verirsiniz artıq bu hissə qırıq xəttlərlə göstərilib. Bura artıq yoxdur. Bu hissəni isə sağdan sola doğru qatlayıblar. Yadda saxlayın ki, belə suallarda birinci növbədə kağızın sonda qalan hissəsi, burada kağızın hansı hissəsidir? Aşağı sol hissə. Aşağı sol hissə şərtdə necədirsə elə qalmalıdır. Əgər müəyyən dəyişikliyə uğrasa, deməli o yanlışdır. Məsələn, fikir verin, bu hasarı aldığım hissə heç o şərtdəki hissə deyil. Burada çıxıntı yoxdur. Daha sonra B variantının, baxın, bu hissəsi bu hissə ilə tutuşmur, səhvdir. Ondan sonra variantlara baxsaq, Y variantında aşağı hissədə burada belə bir çıxıntı var. Bu da düzgün deyil. Amma C variantı və D variantının hər ikisinin sol aşağı hissəsi birə-bir yuxarıda şərtdə qalan hissə ilə eynidir. İndi isə davam edib şəkli ilk öncə sağa doğru, ondan sonra isə ümumi şəkli yuxarı doğru açmaq lazımdır. Lakin D variantını yuxarıya doğru açdıqda iki dənə bu hissəyə baxsanız, bunlar bir-birindən güzgü effekti
təşkil etmir. Yəni, əgər aşağıdakı detal üzü yuxarı istiqamətdə baxırsa, yuxarıdakı detal gərək üzü aşağı istiqamətdə baxaydı. Yəni, C variantında olduğu kimi. 81-ci sualın doğru cavabı C variantı olacaq. Keçid eləyək 82 nömrəli suala. 82 nömrəli sual 2021-ci ilin qəbul sualıdır və təkrarən düşmüş bir sualdır. Qanun uyğunluğu müəyyən edin və sual əvəzinə uyğun olan variantı seçin. 4 dənə verilmiş fiqurdan, baxın, 1, 2, 3 və 4-cü fiqurları müəyyən bir sıra ilə düzüb. Baxın, birinci şəkli gətirib qoyub sağa. Biz də burada birinci şəkli, yəni dairəni sağ tərəfə çəkməliyik. Demək, D variantı yanlışdır. Lakin birinci fiqura üçüncü fiqurun rəngini verib. Baxın, üçüncü fiqur necədir? Nöqtə, nöqtə. O rəngi verib yuxarıdakı ulduza. Yəni, üstə verib rəngini və deməli, burada olan bu qara rəng verilməlidir dairəyə və sağ tərəfdə çəkilməlidir. O zaman C variantı da rəngə görə yanlışdır. Digər variantlarda, baxın, üçüncü şəklin özü qarşıya keçib ön hissəyə və tək qalıb. O da yuxarıdakı ulduzun rəngini alıb. İndi bu fiqur yuxarıdakı dairənin rəngini alacaq, yəni ağ olacaq və 90 dərəcə aşaraq, çünki burada fikir versəniz, bizim bu üçüncü şəklimiz özü 90 dərəcə sağa doğru aşıb. Biz bunu 90 dərəcə aşırıb sol tərəfdə çəkirik. B variantı da yanlışdır. A və Y variantlarının fərqinə diqqət eləsəniz, orada bu fiqurun istiqaməti fərqlidir bir-birindən. Gəlin, baxaq görək, sağ aşağı keçmiş fiqur, baxın bu, hardan gəlir? Həmin şəkil ikinci şəkildir və sağ tərəfdə ən aşağıya keçir. Və fırlanma istiqamətindən baxsanız, o şəkli 45 dərəcə sola doğru aşırıb burada çəkiblər. 45 dərəcə sola doğru. İndi biz də bu şəkli 45 dərəcə gəlin sola doğru aşıraq və orada çəkək aşağı hissədə. Bu şəkil 45 dərəcə sola doğru açdıqda, baxın, belə bir görüntü yaranmalıdır. Təbii ki, saat əqrəbinin əksi istiqamətdə fırlatsaq, o da A variantında çəkilib. Yəni, Y variantında bir qədər çox fırlanıb. Hətta deyərdim 135 dərəcə. Amma A variantı, dediyim kimi, 90 dərəcə, 45 dərəcə deyərdim, saat əqrəbinin əksi istiqamətdə fırlanmalıdır. Növbəti sual, 83 nömrəli sual. Rəngli kağızlardan düzəldilmiş 4 fərqli fiqur soldan sağa doğru nömrələnmiş 4 sıraya aşağıdakı şəkillər daxilində düzülüblər. 1, 2, 3 və 4. Və hətta bunu ortadan yazım ki, bir tərəfindən rəngini, bir tərəfindən də fiqurunu qeyd edək. Baxın, biri qırmızı, biri sarı, biri göy, biri yaşıl olmalıdır. Burada bəzi dəqiq məlumatlar qeyd olunub. Məsələn, qırmızı rəngli kağız, yaşıl və göy rəngli kağızların arasında yerləşdirilib. Qırmızı rəngli kağız, yaşıl, qırmızı rəngli kağız, yaşıl və göy rəngli kağızların arasında yerləşdirilib. Daha sonra deyir ki, göy və sarı rəngli, burada aşağıda belə bir cümlə var. Göy və sarı rəngli fiqurlar yanaşı deyil. Yəni, burada iki versiya ola bilər əslində. Baxın, biz belə də yaza bilərdik. Qırmızını göy və yaşılın arasında, yəni sağ-sol yerlərində dəyişə də bilərdik. Və göy və sarı rəngli fiqurlar yanaşı deyilsə, göyü, görürsünüz, axıra yazmışamsa, artıq sarını məcbur ən qabağa, ikinci nümunədə göyü əvvələ yazmışamsa, sarını ən axıra atmalıyım. Burada iki dənə belə bir versiya var. Və burada deyir ki, romb sarı rəngli kağızdan düzəlmiş fiqurdan sağda yerləşir. Ona görə də ikinci versiyanı atırıq gedir. Niyə? Çünki axı sarı ən axırıncıdır. Sarıdan da sağda yenidən romb yerləşdirə bilmir, amma ona görə də birinci nümunəni seçirik. Sarı, yaşıl, qırmızı və göy. Qırmızı yaşılla göyün arasında yerləşib. Sarı da göylə yanaşı deyil. Getdi, düşdü ən qabağa. Burada deyilən cümləyə baxırıq. Məsələn, burada baxsaq, romb sarı rəngli kağızdan düzəlmiş fiqurdan sağda yerləşir. Sarını 1-ə yazmışıqsa, rombu da qeyd edəcəyik ikinci hissəyə. Daha sonra deyir ki, dairə üçbucaqdan da, rombdan da sağ tərəfdə yerləşir. O zaman dairə həm rombdan,
Amma həm də üçbucaqdan sağ tərəfdədirsə, onda məcburi olaraq üçbucağı bura yazıb dairəni də bu hissəyə yazmalıyıq, məcbur. Çünki başqa bir yerimiz yoxdur. Yalnız kvadrat qalır bu hissə. İndi bizə də deyir ki, aşağıdaşlardan hansı, burada mütləq sözü deyəsən olmayıb, hansı doğrudur? Romb göy rəngli fiqurdur. Bu yanlışdır. Baxırsınız artıq, məsələn, kvadrat sarı rəngdədir, romb yaşıldır, ikinci yerdədir, üçbucaq qırmızıdır, üçüncü yerdədir, dairə göydür, dördüncü yerdədir. Romb kvadratdan solda yerləşir. Romb kvadratdan sağda yerləşir. Bu da yanlışdır. Üçbucaq göy rənglidir. Üçbucaq axı baxırıq qırmızı rəngdədir. Qırmızı rəngli kağız üçbucaqdır. Bəli, bu doğru cavabdır. Kvadrat ən sağda yerləşir. Bu da təbii ki, səhvdir. Doğru cavabımız oldu. D variantı. 84 nömrəli sual. Qanuna uyğunluğu müəyyən edin və sual əvəzinə uyğun olan variantı seçin. Diqqət etsəniz, birinci, üçüncü və beşinci fiqurlar bir eynidir. İkinci, dördüncü və avtomatik altıncı fiqurlarda biz bir eyni götürməliyik. Birinci fiqur 90 dərəcə sağa aşıb, 90 dərəcə sağa aşıb. Daha sonra isə üçüncü fiqur isə 180 dərəcə sağa fırlanıb. Baxın, birinci şəkildən üçüncü şəkilə doğru, ikiyə yox, üçüncü şəkilə doğru plus 90 dərəcə fırlanma var. Özdə hansı istiqamətə? Saat əqrəb istiqamətdə. 3-dən də yenidən bu hissəyə doğru, yenə bu dəfə artıq 180 dərəcə fırlanma var. Amma yenə saat əqrəb istiqamətdə. Və bunu dama ilə də demək olar. Xətlər bir dama sola keçdi, sonra isə 2 dama sola keçdilər. İndi 90 və 180 dərəcə məntiqini gözləyərək, gəlin ikinci şəklə əvvəlcə, baxın, 90 dərəcə sağa aşıraq. 90 dərəcə aşdıqda bu şəkil alınıb. Və bunu yenidən 180 dərəcə aşırdıqda artıq ağzı yuxarı vəziyyət alacaq. Bu da B, C və D variantlarında var. Bəs fiqur fırlandıqca içindəki xətlər necə hərəkət edir? Bax, görürsünüz, birinci fiqurda sağa maili xətlərdir. O xətlər 45 dərəcə dönəndə üfüqi vəziyyət alıb, sonra yenidən 45 dərəcə dönüb sola maili vəziyyət alıb. İndi eyni qaydada burada olan üfüqi xətlər 45 dərəcə dönüb olub maili. Bunları bir 45 dərəcədə döndərsək artıq olacaq dik və şaqlı vəziyyətdə. Yəni C variantında olduğu kimi. Həm fiqurların özləri paralel şəkildə birinci, üçüncü, beşinci, ikinci, dördüncü, altıncı şəkil olaraq 90-180 dərəcə istiqamətdə fırlanırlar. Həmçinin içinin xətləri də 45 dərəcə hərəkət edirlər. Doğru cavab C variantı. 85-87 sayılı suallardan ibarət blok mətninə baxırıq. Bildiyiniz kimi magistr imtahanında bizi 2 dənə blok mətn qarşılayır və blok mətnlər, məsələn, birinci blok mətnimiz 4 kriteriyalı bir blok mətindir. Deməli, burada nələr var? Və hətta 4 və ya 5 kriteriyalıdır. Baxın, burada nələr var? Burada ataların adları, mətni diqqətlə oxusanız, həmin atalar and içmə mərasimlərində öz övladlarını müşahidə etmək üçün gedirlər. Evdən müxtəlif vaxtlarda, müxtəlif avtomobillərdə çıxırlar və müxtəlif şəhərlərə gedirlər. Deməli, 5 kateqoriya oldu. Gəlin onların adlarını qeyd edək. Deməli, nələr oldu? Bir daha təkrarlayaq. Ataların adlarını gördünüz. Övladların adları. Məsələn, saatlar var idi, evdən çıxma vaxtları. Müxtəlif rayonlara gedirlər və bir də avtomobillər var idi. Müxtəlif maşınlar. Və bu yazıları alırıq bir cədvəlin içərisinə. Atalar, övladları, saatlar, rayonlar və avtomobillər. Sonda isə qeyd olunan bu kriteriyalardan hansısa birini sətirlər sütun üzərində doldurmaq lazımdır. Amma olduğu kimi. Məsələn, bu 1, bu 2, bu 3. Gəlin bir qədər bunu böyüdək. Hər birindən 5 dənə olduğu üçün 5 yerə ayırırıq. Və sizə məsləhətim
rəqəmlə bağlı olan kriteriyaları düzməyiniz daha yaxşı olar. Saatları qeyd edirik. 13:00, 14:00, 16, 17 və 20:00. Və saatları qeyd eləmək səbəbim əsasən rəqəmlə bağlı, yəni birinin daha az, daha çox, daha tez, daha gec kimi, daha ağır, daha yüngül kimi kriteriyalar qeyd olunubsa, onlar rahat tapılır hər zaman. Məsələn, görək indi bunlarla bağlı cümlələr var. Var əslində, gözə də görünür. Məsələn, görürəm saatla bağlı burada bir cümlə var. Saat 17:00-da evdən çıxan Honda'da Şəkiyə Ramizin yanına gedir. 17:00-la bağlı avtomobili Honda qeyd edirik. Rayon adına Şəki yazırıq və oğlunun da adına Ramiz yazırıq. Sonra saatla bağlı nə cümlə var? Bərdədə xidmət keçən Sənanın atası digər ataların ikisindən tez və ikisindən gec yola çıxıb. Deməli, ortaya da Bərdə yazırıq. Çünki ikisindən tez, ikisindən gec yalnız saat 16:00-da evdən çıxan ola bilər. Sabir atalının adı idi və evdən 14:00-da çıxıb. Burada yazırıq Sabir. Daha sonra Fordda gedən evdən 20:00-da çıxıb. Bu şəxsə də yazırıq Ford. İndi yenə zamanla bağlı bir sual var. BMW-də Füzuliyə gedən Gəncəyə gedəndən 1 saat sonra evdən çıxıb. Yəni bunlar ardı-ardı olmalı idi. Bu 16:00, 17:00 ola bilərdi. Lakin orada Bərdə və Şəki yazılıb. Yerdə başqa yalnız 13:00, 14:00 qalır. Deyir BMW-də gedən, həmçinin Füzuliyə gedən Gəncədən 1 saat sonradır. Onda Gəncəyə gedən adam 13:00-dur. BMW-də Füzuliyə gedən adam 14:00-dur. Və o zaman rayonlardan bir dənə Quba qalır. Avtomobillərdən isə belə bir cümlə var. Nissanda gedən Mehdi Zarun atası deyil. İndi biz bu Mehdini Nissan avtomobilinə yazmalıyıq. Avtomobil olaraq da 2 dənə yer qalıb. Və ikisi də boşdur. Görürsünüz, dəqiq tapmaq olmur. Amma bizim birinci cümləmiz var, əsas şərtimiz. Atalardan ikisinin adı ilə oğlunun adı eyni hərflə başlayır. Burada bunlardan biri mütləq Elman və Eltac olmalıdır E hərfinə görə. Başqa da eyni hərflə başlayan Sənan ola bilər. Sənanın atası Səlim, S hərfi və yaxud Sabir. Lakin bayaq bir cümlə var idi. Bərdədə xidmət keçən Sənanın atası. Sənanı Bərdəyə yazmalıydı. Bunu qeyd etməmişəm. Bura yazaq. Baxın, Bərdədə xidmət keçən Sənanın atası. İndi əgər Sənanın atası Sabir deyilsə, çünki Sabir 14:00-da evdən çıxıb, Sənan isə 16:00-da, Sənanın yanına gələnlər isə 16:00-da. Bəs o zaman Sənanın atası kim ola bilər? Səlim ola bilər. S hərfinə görə. Bizim başqa eyni hərflə başlayan şəxsimiz yoxdur. O zaman Nissanda gedən Mehdi deyəndə bunu yalnız 13:00-la yazmaq olar. Çünki avtomobilin adı Nissan olduğu üçün. Mehdi Nissanda gedir. Avtomobilin adı Nissandır. Və Zaurun atası deyil. İndi burada Zauru 14:00-la Sabirin oğlu kimi də yazmaq olar, 20:00-la da. Amma biz bilirik ki, ikinci adları eyni hərflə başlayanlar Elman və Eltacdır. Onlar üçün boş bir yer ancaq 20:00 qalıb. Elman və Eltac. Atalardan bircə Arifin adı qalıb. Və yuxarıda 2 dənə. Biz dedik, Mehdi Zaurun atası deyil. O zaman Zauru yazırıq aşağıya. Yuxarıya da qalır bir dənə Kamal. Avtomobillərdən isə bir dənə Opel'in adı boş qalıb. Gördüyünüz kimi bütün cədvəlimiz tamamilə doldu. İndi bundan sonra sualları həll etmək çox rahat olacaq. Arif kimin atasıdır? Arif kimin atasıdır? Arif Ramizin atasıdır. D variantı. Saat 16:00-da evdən çıxan ata oğlunun yanına hansı maşınla gəlib? 16:00 gələn avtomobili Opel'dir. 86-ya B variantı. 87 isə düzgün variantı seçin deyir. Yazılıb Elman Şəkiyə getmişdir. Xeyr, Elman cədvələ baxsanız Qubaya gedib. Füzulidə xidmət keçən Kamaldır. Füzulidə xidmət keçən kimdir? Baxırıq. Axı bura Zaur yazılıb. Bu da yanlışdır. Mehdi saat 17:00-da evdən çıxmışdır. Mehdinin evdən çıxma vaxtı 13:00-dur. Zaurun yanına BMW-də gəliblər.
Baxırıq. Bəli, Zaurun yanına gələn atası BMW-də gəlibdir. Bu doğrudur. Sabir Opel'də yola çıxıb, Opel ilə yola çıxıb, amma Sabirin avtomobili BMW-dir. Bu da yanlışdır. 87-ci sualın doğru cavabı olacaq D variantı. Növbəti sualımız 88-90 saylı tapşırıqlardır. Çox maraqlı, tələbələrin əksəriyyətinin çətinlik çəkdiyi belə bir mətn məntiqi təhlili qrafik formasında qeyd olunubdur. 2024 və 2025-ci illərdə qəbul imtahanında istifadə olunub. Diqqətlə baxmanızı tövsiyə edirəm. Baxın, nə qeyd olunub burada? Qeyd olunub eyni hərflərin eyni ədədlərə uyğun olduğunu bilərək cədvəldəki məlumatlara əsasən tapşırığı yerinə yetir. Eyni hərflər eyni ədədlərdir. Yəni, məsələn, burada olan A hərfi ilə burada olan A hərfi eyni ədəddir. Lakin qeyd etməyim ki, fərqli hərflər də fərqli rəqəmlərdir. Bu cümlə burada getmir. Ona görə də bu demək olur ki, müxtəlif hərflər eyni rəqəmləri ala bilərlər. İndi isə gəlin qrafikimizə baxaq və bizdən ilk öncə də baxın, hansı söz soruşur 88-də? Deyir, asta sözündəki hərflərə uyğun olan ədədlərin cəmini tap. Asta sözündəki hərflərə uyğun olan ədədlərin cəmini tap. İndi bu sualı həll etmək üçün biz bütün hərfləri də tapa bilərik və yaxud yalnız A hərfinə uyğun olan rəqəmləri, ədədləri də tapa bilərik. Gəlin cədvəlimizi incələyək. Deməli, nə yazılıb? Burada yazılıb bir rəqəmli natural ədədlər. Baxın, burada olan hərflər bir rəqəmli natural ədədlərdir. Bir rəqəmli natural ədədlər hansılardır? 1-dən 9-a qədər. İndi sual yaranır. Niyə bəs burada 15 dənə hərf var? Çünki bayaq dediyimiz kimi ola bilər ki, hərflər bir-birinə toqquşsun və təkrarlanma yaransın. İndi bu hərfləri müəyyən qruplara parçalayıb. Məsələn, yazıb cüt ədədlər. Bu gördüyünüz hərflər cüt ədədlərdir. Lakin əgər hər hansısa bir hərfin adı burada keçmirsə, deməli o tək ədəddir, cüt ədəd deyil. Baxın, məsələn, burada A-nı görmürsünüz. Bunlar cüt ədədlərdirsə, A yoxdursa, deməli A tək ədəddir, cüt deyil. 2 misli, 2 rəqəmli olan ədədlər. 2 misli, 2 rəqəmli olan bir rəqəmli natural ədədlər hansılardır? Məsələn, 5, 6, 7, 8, 9. Bunların 2 misli 2 rəqəmlidir. Amma 5-dən aşağı olanlar bir rəqəmlidir. Məsələn, baxın, 1-dən 9-a qədər ədədləri yazıram, tutalım. Bu gördüyünüz hərflərin 2 misli 2 rəqəmlidir. Biz də bilirik ki, yalnız 5, 6, 7, 8, 9-un 2 misli 2 rəqəmlidir. Əgər burada adı keçmirsə, onların 2 misli 2 rəqəmli deyil. Yəni, bir rəqəmlidir. Və yaxud başqa bir şərt olsun. Yazılıb ki, hər hansısa bir rəqəmli natural ədəddən 40% böyük və ya 40% kiçik olanlar. Hər hansısa bir rəqəmli natural ədəddən 40% böyük və ya 40% kiçik necə olmaq mümkündür? Gəlin bir dənə fikirləşək. Bu ancaq belə ola bilər. Məsələn, hansı ədəddən 40%? 40% nə deməkdir ümumiyyətlə? 40% ədədin 5-də 2 hissəsidir. 40-a vurub 100-ə bölürük. Yalnız 5-dən 5-də 2 hissə qədər, yəni 2 vahid, böyük və ya kiçik olmaq mümkündür. Hansı ədədlərdir bunlar? Ümumiyyətlə, 5-dən 40% böyük ədəd 7-dir, kiçik ədəd də 3-dür. 3 və 7 ədədləri. Baxın, tar sözündə olan hərflərin bəziləri 3, bəziləri 7-dir. Hər hansısa bir rəqəmli natural ədəddən 25%, yəni 4-də 1 hissə böyük və ya kiçik olanlar. Baxın, 4-də 1 hissəsi tapılan ədədlər kəsrə getməməsi üçün 4-ün özüdür. 4-dən 25% kiçik ədəd 3-dür. 4-dən 25% böyük ədəd 5-dir. Bir də 8 var. 8-dən 25% kiçik ədəd 6-dır. 8-in 25% çünki 2 eləyir. 8-dən 25% böyük olan isə 10-dur. 10 da artıq bir rəqəmi olmadığı üçün bunu qeyd eləmirik. Baxın, istəyirsinizsə ədədləri yazaraq. 2 misli, 2 rəqəmli ədəd olanlar hansılar oldu dedik? Ya 5, ya 6, ya 7, ya 8, ya 9. Cüt ədədlər hansılardır? 2, 4, 6, 8. Yəni bu hərflər bəziləri 2, bəziləri 4, bəziləri 6, bəziləri 8-dir. Burada olmayanlar isə 1, 3, 5, 7, 9 olacaq. Yarısı tək ədəd olanlar. Yarısı tək ədəd olanlar da gəlin fikirləşə görə hansı ədədlərin yarısı tək ədəddir? Baxın, 2-nin yarısı tək ədəddir. 2-ni 2-yə böləndə 1 eləyir. 4-ün yarısı tək ədəd deyil. 6-nın yarısı tək ədəddir. 8-in yarısı tək ədəd deyil. Yalnız 2 ilə 6-nın yarısı tək ədəddir. Bu ədədlər burada gördükləriniz
2 və 6 ola bilərlər. İndi ən yaxşısı dediyim kimi bizim hər bir hərfi ayrı-ayrılıqda tapmağımızdır. Məsələn, asta sözünün hərfini axtarırıqsa, gəlin baxaq. A, S, T və A-nı axtarmalıyıq, elə deyilmi? Və bunu yanaşı da yaza bilərik, fərqi yoxdur. Gəlin ilk öncə A-nı axtaraq əvvəlcə. A ilə bağlı nə məlumat görürük? Ümumiyyətlə bu məlumatların içərisində fikir verin, ən çox bizə kömək edən 2 misli 2 rəqəmli ədəd olan ədədlər, bir də cüt ədədlər temasıdır ki, onlar daha çox kömək edirlər bizə. A hərfi 2 misli 2 rəqəmli ədəd olanların sırasında baxın var. Yəni A hərfi ya 5 olar, ya 6, ya 7, ya 8, ya 9. Cüt ədədlərin sırasında baxın A hərfi yoxdur. Deməli, bu tək ədəddir. Biz buradan 6-nı da 8-də sildik. A hərfi hər hansısa bir rəqəmli natural ədəddən 40% böyük və ya 40% kiçik olanların sırasında var. Yəni A hərfi ya 3-dür, ya da 7-dir. Gördüyünüz kimi 3-ü də qeyd etmədiyimiz üçün A-nı tapdıq 7. Baxın, A-ya yazırıq 7, 7. Sonra, indi gəlin keçək S hərfini axtarmağa. S hərfi də 2 misli 2 rəqəmli natural ədədlər sırasında var. S hərfi burada var. Deməli, S hərfi yenə də ya 5-dir, ya 6-dır, ya 7-dir, ya 8-dir, ya 9-dur. S hərfi cüt ədədlərin sırasında yoxdur. Necə ki, A hərfi yox idisə, o da yoxdur. Deməli, tək ədəddir. Buradan da 6 və 8-i silirik. S hərfi, amma bu sırada da yoxdur. 40% böyük və yaxud kiçik olan, yəni 3 və 7-dən də biri deyil. Çünki orada adı keçmir. Deməli, 7 də deyil. Ya 5-dir, ya 9. S hərfi hər hansısa bir ədəddən 25% böyük və yaxud da 25% kiçik olan ədədlərin sırasında isə var. Yəni bu ədəd ya 3-dür, ya 5-dir, ya 6-dır. Yerdə qalan rəqəmlərimizin içində axı biz baxmışıq 5 ya da 9 ola bilər. Buradan da kəsişən ədəd nə görürük? 5 görürük. Deməli, S hərfi olacaq 5-ə bərabər. İstəsəniz lap axırıncı bəndi də yoxlaya bilərik. Yarısı tək ədəd olanların içərisində yoxdur. Yəni 2 və 6 olmayacaq. Burada yerdə qalanlar da 2, 6-dan başqalarıdır. Zaten bu bizə böyük bir kömək eləmir. Qaldı T hərfi. Bax, T hərfini bir dənə siz özünüz düşünün. Gəlin paralel baxaq. T hərfi 2 misli 2 rəqəmli ədəd olanların sırasında görünmür. Deməli, T hərfi kiçik rəqəmlərdir. 1, 2, 3, 4-dən biridir. T hərfi cüt ədədlərin də sırasında yoxdur. Deməli, T hərfi tək ədəddir. 2 və 4 də silirik. Sonra, məsələn, gəlin buradan baxaq. Yarısı tək ədəd olanlar, yəni 2 və 6, T-nı burada da görmürük. Zaten bu heç bir kömək etmədi bizə. Amma 6, məsələn, burada 1 və 3 arasında qalmışıq, elə deyilmi? Baxın, 3 həm nədənsə 40% kiçik olan ədədlər də var, həm də 25% kiçik olan ədədlər də var. Amma T hərfi də burada var. Baxın, T hərfi 3-dən 7, 3 ola bilər. Çünki T hərfi həm nədənsə 25% kiçikdir, həm də nədənsə 40% kiçikdir. Hər ikisində olan ortaq rəqəm nədir? Baxın, 3. 3 rəqəmi olmuş olacaq. Çünki 1 bu şərtləri ödəmir. Burada yazırıq 3. İndi doğru cavabımız 88-ci sualda nə olacaq? A variantı. Çünki 7-ni, 5-i, 3-ü və 7-ni toplayanda eləyəcək deməli 22-yə bərabər. Növbəti sualımıza keçək, baxaq. Burada isə bizdən tar sözünün şifrəsini soruşur. Gəlin geri qaytaraq bir dənə. Buradan yazıram, baxın. Tar. T-A-R. Əslində biz T-nı və A-nı tapdıq axı. T-ya 3 dedik, A-ya 7 dedik. Bircə dənə R hərfini tapsaq artıq kifayətdir. R hərfi 2 misli 2 rəqəmli ədəddir. Yəni R hərfi 5, 6, 7, 8 və 9-dan biridir. R hərfi cüt ədədlərin siyahısında görünmür. Tək ədəd olmalıdır. 6 və 8 deyil. R hərfi deməli burada görsənir. Yəni R hərfi ya 3-dən, 7-dən biri olmalıdır. Burada da 3 onsuz sıramızda yoxdursa R hərfinə də nə yazarıq? 7. R və A hərfləri toqquşdur. Burada da bir sıxıntı yoxdur. Doğru cavabımız olacaq 3, 7, 7. Nə qədər eləyir toplayanda? 17. 17 də doğru cavab kimi olacaqdır? D variantı.
İndi isə 90-cı suala baxaq. 90-cı sualda da hesab sözünün hərfləri soruşulur. Buradan biz yalnız S hərfini bilirik ki, kodu 5 idi. Bir də A hərfini bilirik ki, kodu 7-dir. Yerdə qalan 3 dənə yeni hərfi tapmalıyıq. Deməli, baxaq indi sualımıza. Məsələn, H hərfi. H hərfi 2 misli 2 rəqəmli ədədlərin sırasında görürsüz yoxdur. Deməli, o zaman o ya 1-dir, ya 2-dir, ya 3-dür, ya 4-dür. Cüt ədədlərin siyahısında H hərfi yoxdur. Baxın, bu sıraya baxsanız kifayətdir. Cüt ədədlərin siyahısından sildim bunu. H hərfi deməli, bu siyahıda da yoxdur. Yəni, nəydənsə 40% kiçik və yaxud böyük deyil. Deməli, o 3 ola bilməz. Yerdə qalır H hərfi üçün 1. Keçid edirik E hərfinə. E hərfi 2 misli 2 rəqəmli ədəd olanların siyahısında yoxdur. O da ya 1, 2, ya 3, ya 4-dür. Amma E hərfi cüt ədədlərin sırasında var fikir versəniz. O zaman tək ədəd deyil, ya 2-dir, ya 4-dür. Amma H hərfi yarısı tək ədəd olanların sırasında da yoxdur. Yəni, o 2 və yəni onun yarısı tək ədəd deyil. Bu ədəd 2 deyil. Bu 4 ədədidir o zaman. Qaldı bircə dənə B hərfi. İndi bunu da tapsaq, sualımız yekunlaşır. B hərfi 2 misli 2 rəqəmli ədəd olanların sırasında var. O zaman bu hərfi ya 5-dir, ya 6-dır, ya 7-dir, ya 8-dir, ya 9-dur. Sonra B hərfi cüt ədədlərin sırasında yoxdur. Yəni 6 və 8-i silirik. B hərfi 40% kiçik və yaxud 25% kiçik olan hissədə də yoxdur. Yəni o ədəd nə 3 ola bilməz, nə 7 ola bilməz, 6 da ola bilməz. Qalır 5 və 9. Əslində 5 də ola bilməz, çünki B hərfi bu sırada yoxdur. Nəydənsə 25% az və yaxud çox deyil. O zaman 5 deyil bu ədəd. Yerdə bircə dənə rəqəmimiz qaldı, o da 9. B-ya da yazırıq 9. 1, 4, 5, 7 və 9-u toplayanda elədir 26-ya bərabər. Baxırıq variantda varmı? Var. Doğru cavabımız D variantı. 91 nömrəli suala baxırıq. 91 nömrəli sual açıq sual nümunəsidir və bir cədvəl nümunəsidir. Gəlin baxaq. Əvvəlcə təbii ki, cədvəli kənara köçürməliyik. Birinci cədvəlimiz operatoru plusdur, toplamadır. Yazırıq K plus M bərabərdir 10. İkinci misalda vurmadı operator. M vurulsun M bərabərdir N-in kubuna və N vurulsun N isə bərabərdir K üstü 4-ə. Əslində, buradan şifahi olaraq da tapa bilərik ki, M-in kvadratı N-in kubudursa, bu yalnız bir dənə versiyada mümkündür. Bu 64-dür. 8-in kvadratıdır 4-ün də kubu. M-ə 8, N-ə 4 yaza bilərik. M-ə 8 yazdıqda isə K-nın qiyməti olacaq 2. Əgər K 2-yə bərabərdirsə, 2 üstü 4, yəni 16 nəyin kvadratı olar? Təbii ki, 4-ün kvadratı. N-in qiymətini tapırıq 4. Amma bunu daha fərqli başqa riyazi üsullarla, yəni 8, 4-ü düşünmədən də yazmaq mümkündür. Məsələn, birincisi, əgər N-in kvadratı K üstü 4-ə bərabərdirsə, N K-nın kvadratıdır. N K-nın kvadratına bərabərdirsə, bu ifadədə M-in kvadratı bərabərdir. N-in yerinə K kvadratı yazırıq. M kvadratı bərabərdir K üstü 6. M isə bərabərdir K-nın kubu olacaq. M K-nın kubudursa, ən birinci misalda M-in əvəzinə K yazırıq, K kubu yazırıq. K plus K kubu bərabərdir 10. Nəyin özü ilə kubunu toplayanda 10 eləyər? Təbii ki, 2-nin. Əgər K 2-dirsə, N də K-nın kvadratına bərabər idi. Yəni 4 olmuş olacaq. Doğru cavabımız 4-ə bərabər. Növbəti sualımız da mətnin məntiqi təhlilinə aiddir və maraqlı bir sualdır. Yenə də burada kriteriya sayı çoxluq təşkil eləyir. Burada nələr var? Birinci şəxslər var. A, B, C və D. Sonra onların getdikləri şəhərlər var. Daha sonra onların əllərində olan əşyalar var. Deməli, əşya qeyd eləyək buna. Daha sonra onlar deməli, nə üçün gedirlər? Getmə səbəbləri var. Başqa bir şey yoxdur.
Deməli, 4 nəfər 4 rayona əlində müxtəlif əşyalarla və müxtəlif səbəblərdən gedirlər. Burada biz 1, 2, 3, 4 dənə sətr ayırırıq. Məsələn, sətirlərə şəxslərin adlarını qeyd edirəm. A, B, C, D. Bir öncəki mətndə belə bir qeyd dedim ki, rəqəmləri yazmaq daha məqsədə uyğundur. Çünki rəqəmlərlə bağlı ifadələr bizə daha çox kömək edir. Amma burada heç rəqəm anlayışı yoxdur. Məcburi şəxslərin adlarını yazıram. Sənədlərini qovluqda aparan A. Sənədlərini qovluqda aparan A. Deməli, qovluq. Əlindəki əşya qovluqdur. Bakıya gedir. Və deməli, nə üçün gedir yazılıbdır? İmtahan vermək üçün gedir. Bal almaq üçün gedən B-nin. B, bal almaq üçün gedir. Əlində bidon var. Amma şəhərin adı qeyd olunmayıb. Xaçmaza gedən C-nin. C xaçmaza gedir. Əlindəki çanta deyil. Çanta deyilsə, bizim yalnız çamadan və çantamız qalmışdı. Əgər çanta deyilsə, deməli çamadandır və digər D-nin əlindəki əşya olacaq çanta. Və yarışda iştirak etmək üçün D-nin getdiyi yer, D yarış üçün gedir. Və getdiyi yer Qusar deyil. O zaman Qusar B-nin getdiyi yerdir. Çünki 2 dənə yer qalıb. D üçün isə qalır Şabran. Və səbəblərin də içərisində yalnız bir dənə toya getmək qalıb. Toyu da yazırıq bu hissəyə. İndi gördüyünüz kimi bütün cədvəlimiz tam dolub. Sualımız budur. Xaçmaza gedənin əlindəki nədir? Xaçmaza gedənin əlindəki çamadandır. Bura yazırıq 3. Bir də Şabrana gedən hansı məqsədlə gedib? Yarışda iştirak etmək üçün gedir. Burada yazırıq 5. Deməli, doğru cavabımız, bəndlərimiz 3 və 5 olmuş olacaqdır. 93 nömrəli sual sahə perimetri mövzusuna aid olan bir sual nümunəsidir. Şəkildə rənglənmiş hissənin sahəsi 48, ümumi fiqurun sahəsi isə 88 olarsa ABM cəmini tapın. Baxın, yəqin ki, suala baxmışsınız, bir qədər çətin tipli sual sayardım. Sualını həll etmək üçün belə bir üsula əl ata bilərik. Baxın, biz buradan 10-un neçəyə bölündüyünü bilmirik. Yəni, ümumi ölçü 10 qeyd olunduğu üçün. Amma yuxarıdakı şəklin özünün də bir kvadrat mı, yoxsa düzbucaqlı olduğunu isbat edə bilmədiyimiz üçün belə bir yöntəm. Buradan bir dənə xətt çəkirik aşağı və bu gördüyünüz indi xəttləyəcəyim fiqurun sahəsini gəlin tapaq. Deməli, bu fiqurun sahəsi indi artıq 4-ün 10-a bir düzbucaqlıdır. Baxın, belə qeyd edirəm. Yuxarısı 4, sağı 10. Düzbucaqlının sahə düsturu n vurulsun uzunluqdur. Bu neçə eləyəcək? 40. Bizə yazılıb ki, ümumi fiqurun sahəsi 88-dir. Əgər bu hissəni biz 40 qeyd eləsək, yerdə qalan sol hissəyə, yəni bu hissəyə 48 qalacaq, elə deyilmi? Əgər bu hissəyə 48 qalırsa və o hissəni tam 2 yerə bölürüksə, görürsünüz, diaqonal şəklindədirsə, diaqonal fiqurun sahəsini 2 yerə bölür. Deməli, 88-dən 40-ı çıxdıq, oldu sol hissəyə, yəni bura 48. Və həmin 48-i də bölürük 2 hissəyə, 24 bura, 24 bura. İndi, biz yuxarıda görürsünüz, yazılıb ki, rənglənmiş hissənin sahəsi 48-dir. Baxın, bu hissə, trapesiyaya oxşayan fiqur 48-dir. Və bunun sol hissəsinə 24 tapdıq. Əgər sol hissəyə 24 tapdıqsa, onda sağ hissədə yəqin ki 24 olar. Baxın, burada yazırıq 24. Çünki 48-dən 24 çıxdıq, sağ tərəfi də 24. İndi əlavə olaraq belə bir qeyd. Baxın, bu hissənin sahəsini bütövlükdə bir qədər əvvəl 40 qeyd elədik. Əgər aşağı hissəyə 24 qaldısa, yuxarı hissəyə 40 çıxılsın 24. Yəni 16 qalacaq. Mən artıq bu 40-ı buradan silirəm. Biz artıq yuxarını 16, aşağını 24 ayırdıq. Yuxarı hissədə artıq, məsələn, sahəsi 16-dırsa, deməli, bu kvadratın yuxarı hissəsinə 4 yazılıbsa, bunun sağ tərəfi də 4-dür. Düzbucaqlının daha doğrusu. Və bu fiqurun artıq kvadrat olduğu isbatlandı.
Yuxarı 4, sağ tərəf 4. Çünki n vurulsun uzunluq 4 vurulsun x bərabərdir 16, x də bərabərdir 4. Daha sonra nə fikirləşirəm? Bütöv hissəni 10 qeyd eləmişdi sağda, düzdürmü? Əgər bu hissəyə 4 tapdıqsa, yerdə qalan bu hissəyə də qalacaq 6. O zaman ora 6-dırsa, sol tərəfdə A-nı da 6 tapa bilərik. Daha sonra A-nı tapdıq 6. İndi baxın, burada bir düzbucaqlı üçbucaq var və düzbucaqlı üçbucağın sahə düsturu AB. Artıq A-nı da 6 bilirik. 6 vurulsun B böl 2-dir. Katetləri hasilinin yarısıdır. 6-nı B-yə vurub 2-yə böləndən sonra eləyəcək 24. 6B bərabərdir 48. B də bərabərdir 8. B-ni də tapdıq 8. Daha sonra bizə nə lazımdır? Bizə növbəti addımda Pifaqor teoremi lazım olacaq. M-i tapmaq üçün. Çünki bu üçbucağın katetlərindən biri 6, biri 8-dirsə, hipotenuzunu tapmaq üçün hipotenuzun kvadratı bərabərdir katetlərin kvadratlarının cəmi düsturundan istifadə edirik. M kvadratı bərabərdir 100, M isə bərabər olur nəyə? 10-a. Bu hissədə oldu 10. AB-in cəmi soruşulur. 6, 8 və 10. Doğru cavab 24-ə bərabər. Növbəti sualımız tərəzilərə aid olan belə bir əyri tərəzilər sualıdır. 9 fərqli fiqurun hərəsinin çəkisi 1-dən 9-a qədər olan ədədlərdən birinə uyğundur. 1-dən 9-a qədər bütün ədədləri bu şəkildə qeyd etdik. İndi baxın, burada diqqət etsəniz, bu qol yüngüldür sol tərəfdə bir fiqurdan. Təbii ki, belə olan halda biz onu ən minimal versiyalarla düzəltmək olacaq. Çünki sol tərəfdə az növdə fiqur, amma ağır gəlir. Amma bir məsələ də var ki, ola bilər ki, versiya. Məsəl üçün, bu hissəni biz 1-2-1 də düzəldə bilərik. 2-2-1 də düzəldə bilərik. Üçlərdən də istifadə edə bilərik. Amma diqqətli olun, bu fiqur həmçinin burada yerləşir. Və yanına hətta bir kvadrat qoyuruq. Hətta ondan ağır bir fiqur da var. Və nəzərə alın ki, tərəzilərimizdən ikisi əyridir. Bunlar əyridir. Aşağıdakı tərəzilər isə taraz tərəzidir. Və əyri olan tərəzilərdə bildiyiniz kimi ağır olan hissə aşağı hissə olur. Gəlin bunu ən minimal versiyada düzəldək. Bu bir ehtimaldır. Hələ ki, alınmasa dəyişəcəm. 1-1-2. 1-1-2 elədi, deməli 4. 4-dən ağır 5, 6, 7, 8, 9 istifadə edə bilərsiniz. Amma biz burada olan fiqurun yanına kvadrata nə qoya bilərik? Baxın, 1-2-dən sonra ən ağır fiqurunuz 3 deyilmi? Məsələn, siz durub bura 6 yazsanız, bu 3 bucağı, 6-nın üstünə 3, 9. 9-dan ağır bir fiqurumuz yoxdur. Ona görə də elə bura 5 qeyd eləmək daha yaxşıdır ki, 5-in yanına da 3 qoyanda 8, 8-dən ağır 9 düzəltmək olsun. Əksi halda rəqəm qoymaq mümkün olmayacaq. Deməli, 1, 2, 3, 5 və 9 rəqəmləri istifadə olundusa, 2 dənə ağ dairə, bir dənə boz dairəyə bərabərdir. 2 dənə 4, bir dənə 8. Bunu da istifadə etdik. Burada gördüyünüz ağ kvadrat 1-dir. Əlimizdə də yalnız 6 və 7 qalıb. 6-nı bura yazırıq, 7-ni də bura yazırıq. Sonra tərəzimiz alındı. Alınmasaydı başqa bir ehtimallar yoxlamaq olardı. Təbii ki, ilk versiyamız alındığı üçün əlavə nəyəsə ehtiyac yoxdur. Fiqurlarımızın çəkilərini yanına yazırıq və onları qeyd olunub ki, artma ardıcılığı ilə düzün və kodlaşdıran rəqəmlərlə əvəz edin. Ən kiçik fiqurumuz boz üçbucaqdır, 3 nömrəli. Sonra qara dairədir, 2. Sonra qara üçbucaqdır, 1. Və ən sonda 4 nömrəli fiqur ən ağır olacaq. 3, 2, 1, 4. Və sonuncu suala keçirik. A, B və C fərqli natural ədədlərdir və hər biri 3-ə qalıqsız bölünür. Uyğunluğu müəyyən edin. 3-ə qalıqsız bölünən ədədləri fikirləşir. 3, 6, 9, 12 və s. belə arta-arta gedir. Uyğunluq suallarında hər bir bəndə ayrılıqda baxırıq. Məsələn, A vur B vur C 165 eləyib. Gəlin fikirləşək görək, bu nə ola bilər? Ən minimal bizim ədədlərimiz 3-ə bölünən. 3, 6, 9-un özüdür. Elə bu 3 ədədi bir-birinə vuranda eləyir 162. Yəni 165-dən kiçikdir də, düzdürmü?
Əgər biz 3, 6, 9-dan artırıb, məsələn, 3, 6, 12 və s. başqa bir ədədlərə keçid eləsək, bu 165-i keçəcək. Yəni, yalnız bir versiyada bunu düzəltmək olar. Təbii ki, burada indi ABC-nin yerini dəyişmək olar. Bunu 3, 9, 6 yazmaq olar. 9, 6, 3 fərqi yoxdur. 6 versiyada bunu düzəltmək mümkündür. A vur B vur C-də A-nın, B-nin və C-nin qiymətləri 3, 6 və 9-dur. Lakin biz bilmirik hansı hansıdır. Baxın, burada belə bir bənd var. Yazılıb minimum A ilə C-nin cəmi 9-a bərabərdir. A ilə C-yə biz ən minimum belə seçə bilərik. A-ya 3 seçə bilərik. C-yə 6, deməli, B-yə isə 9 qala bilər. Bu ən kiçik haldır da, yəni A ilə C-yə. Bu C bəndini 1-ə yaza bilərsiniz. Bəs maksimum A ilə C neçə ola bilər? Gəlin, bunu da fikirləşək. A-ya C-yə ən böyük qiymətlər. Məsələn, 1-nə 6, 1-nə 9 yazsaq, B-yə də tutalım 3 yazır. 6 ilə 9-un cəmi ilə də 15. Bundan böyük rəqəmlərimiz yoxdur. Ona görə də Y-ni də 1-ə yazmaq mümkündür. İkinci punktda baxaq yaxşı. Deyir, A-nın kvadratı minus C-nin kvadratı bərabərdir 81. Müxtəsər vurma düsturuna əsasən bunu A minus C, A plus C şəklində yazsaq və 81-i necə göstərmək mümkündür? 81-i 1 vurulsun 81 şəklində də göstərmək olar. 27 vurulsun 3 şəklində də göstərmək olar. Gəlin görək, belə bir ifadə düzgündürmü? A-dan C çıxanda 1 eləyir. A ilə C-ni toplayanda 81 eləsək, burada ifadənin davamını gətiririk. 6-6 toplama nəticəsində 2A bərabərdir 82, A isə bərabərdir 41 olur. A təbii ki, 41 olduqda C-yə də 40 tapılacaq. Amma bunlar 3-ə bölünən natural ədədlər deyil, axı 3-ə qalıqsız bölünür şərti var idi. Ona görə də bu versiyanı unuduruq gedir. Bəs biz başqa 81-i nəyin hasili olaraq götürə bilərik? 27 vurulsun 3 şəklində yaza bilərik. O zaman A minus C-yə 3 yazaq. Təbii ki, fərqi yəqin ki, kiçiyə də olar. Cəminə isə 27. Bunu sistem tənlik şəkildə həll etsək, 2A bərabərdir 30, A bərabərdir 15. Əgər A-nın qiyməti 15-dirsə, A-dan C çıxanda 3 eləyirsə, C-yə də yaza bilərik 12. A ilə C 15 və 12 olanda, təbii ki, D bəndini ikinci punktda yazmaq olar. Yazılıb ki, A plus C bərabərdir 27, bizim də A 15, digəri 12 olduğu üçün toplayanda 27 eləyir. D variantını yazdıq ikinci bəndə. Və son olaraq üçüncü bəndə baxırıq. Dördüncü dərəcədən kök altında A bərabərdir C. Biz bura C-yə və A-ya müxtəlif qiymətlər yaza bilərik. Amma C-yə məsələn 3 yazsaq, C 3 olsa, 3-ə bölünən olduğu üçün. Dördüncü dərəcədən kök altında A-nı biz məcbur 81 götürməliyik. Çünki 3 üstü 4, 81 edir. Və yaxud 6 yazsaq, məxrəcə kökün altına 6 üstü 4 ədədini yazmalıyıq. Və bu şəkildə bu minvalla qalxa bilər. Məsələn, burada C bərabərdir 12 yazılır. Bəli, C-yə qiymət 12 verib, kökün altındakı A-nı 12 üstü 4 yazmaq olar. Məsələn, 12 yazsaq, kökün altında 4-cü dərəcədən 12 üstü 4 yazmaq olar. Təbii ki, bu ədəd də 3-ə bölünür. Amma bu dəqiq deyil axı. Biz burada ehtimal ilə sürüyük. Amma dəqiq olan bir hal var, B variantı. Niyə görə bunu 3-cü bəndə yazmalıyam? Çünki A-nın qiyməti ən minimal ehtimalda 81 olur. Bəli, C-yə ən minimum 3 yaza biliriksə, bizim 3-ə bölünən ən kiçik ədədimiz 3-dürsə, A-ya da avtomatik 81 qalır. Yerdə qalan ədədləri artırdıqda, məsələn 6, 9-a qalxdıqda, təbii ki, A-nın da qiyməti qalxacaq. Birinci bənd C-yə, ikinci bənd D, üçüncü bənd isə B. Dostlar, bu sonuncu sual idi. Siz ikinci hissə DIM sınağının izahına baxdınız. Ümid edirəm ki, qaranlıq məqamlara aydınlıq gətirə bildiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun.